Axşamınız xeyir olsun, hörmətli izləyicilərim. Bugünkü təqdimat şəhərin ecazkar bir ərazisində olacaq. Sözüm onda yox. Əsas məsələ bilirsiniz nədir? Bu gördüyümüz aidatı var, Volkswagen. Bu, evin üzərində verilir. Hətta bu gördüyünüz qaraj hissəsi də evin üzərində verilə bilər. Hətta gördüyünüz bu Volkswagenin toka qoşması üçün sizə şarj aparatı da sahibi, yəni quraşdırıb bura, hazır qoyubdur. Komplo satılır. İstəyən olsa daha detallı qalxaq mənzilə mən sizə orada izah verəcəm. Getdik. Təmiz mərmər. Dəyərli izləyicilər, bu mənzil fantastikadır. 100 min dolları təmirə pul qoyublar. Sizə göstərin detallı şəkildə. Bu zal otağıdır mənzilin birinci. Bu stolun bu hissəsi mərmərdir. Deməli, bu da mərmərdir. Mətbəxdə o da mərmərdir. Burada mərmərdir. Bura təmiz boyadır. Yer gözəl bir parketdir. Bahalı lüstrlardır. 136 kvadrat sahəsi olan mənzil təqdim edirəm sizə. Gəlin gedək girişdən, oradan başlayaq təqdimata. Yanır, alışıb yanır. Mənzilin girişindən ucu adama ləzzət edir ki, bahalı remont bilinirlər sıraz dəyərli izləyicilər. Hol hissəsidir. Burada fokuslar var. Gəlin sizə fokusları görsədim. Hamam tualetə bir dənə baxaq. Çox hündür deyil də, belə solidli, 4-cü mərtəbə, əzizləyicilər. Birbaşa balkon, oturdun, cam balkonla bağlandı. Bir dənə qarşısı qaranlıqdır da, prosto. Düz Axundov bağının yanında pilot rezidensidir. Təmirin alt yapısı da üstü kimi, zahiri kimi çox gözəldir. Mən sizi birinci yataq otaqlarına, yəni bu yataq otağına təqdim eləmək istəyirəm. Bu yataq otağının bir özəlliyi var. Özüm buradan birinci artisi ilə başladım ki, sizə hamam tualetləri göstərdim. 3 yataq otağının birində hamam tualet var. Buyurun, birinci bu hamam tualetə baxaq və yatağa baxaq. Balkona çıxışı var. Mebellər də Ağşəhərdən bir dənə yaxşı mebel mağazini var. Oradan yığılıb mətbəx mebeli, bir də bu adını çəkmirəm. Amma yaxşı bir firmadır. Möhtəşəm mənzilin ikinci yataq otağını sizə təqdim edirəm. Burada da mebellər, hər şey yaşamaq üçün hər bir şərait var. Bu yataq otağı digərləri kimi əladır. Mənim çox xoşuma gəldi. Bir dənə kameraman Fırrat izləyicilərim tam görsün. Bəli, təmir, mebel, əşyalar, kondisioner, paltar dolabı və balkona çıxış. Balkonun olan mənzərəsini də indi görəcəksiniz. Bu balkondan birbaşa həyətə baxır. Oyun meydançaları, indi qaranlıqdır, amma artıq müəyyən qədər görə bilirsiniz. 650 min manat bu mənzilin qiymət qoyub sahibi. 40 min də qaraja qiymət qoyub. O ayda altını da Volkswagen'də. Ona bu 22-21 min dollardır. Turbazda baxanda görsəniz də orada var. İstəsəz yuvarlaq bir rəqəm verib, belə də ala bilərsiniz. Yox desəz ki, qaraj da istəmirəm, Volkswagen da istəmirəm, onda 650 min manatla gəlib bu mənzildə danışa bilər sahibi ilə. Mən əyləşdiyim bu stol arxasında, amma belə yox da, çay masasında. Dəyərli izləyicilərim, bu qədər. Kimə maraqlısa, nömrəmlə əlaqə saxlasın. Sağ olun, var olun.